nəyisə təsadüfən halından məmnun, sosial durumunda uğurlu görünürsə, dərhal belə bir yanaşma var. Sanki səndən uğurluyub yemişəm, səndən uğurluyub almışam bu maşını, səndən uğurluyub belə həyat yaşayıram. Bu onların özləri üçün çox pisdir. Çünki bu düşüncədə olan insan inkişaf eləyə bilmir. Normal insan düşüncəsini belə olmalıdır ki, onda alınıb məndə də alına bilər. O alıb mən də ala bilərəm. O ordadır, mən də ora çıxa bilərəm. Amma sən əgər düşünürsənsə ki, yox, bunun dayı var. Ki mənim həyatımda belə faktor heç vaxt olmayıb. Ata, əmi, dayday, filan yerdə işləyən qohumzad. O vaxtlar bizim bir qohumumuz var, böyük sənətkar İslam Rzayev. Atam zəng elədi, əmisi oğlu kimi zəng elədi, dedi ki, bəs mənim uşağım xəstədir də, məni deyil. Mənəm o. Radio qulaq asır, otur DJ-lərin səsini yazır, aparıcıların naqavorlarını dəftərə yazır, otur yazır, Elton John, Sorry Seems to be the hardest word, kompüter yox, bir şey yox, çıxar dəftər qoyur, o dəftərlər evdədir, məndədir. Hitparat tutdum, Top 40 by Murad Arif, girirdim tualetə, orada yaxşı akustika var. Bu həftənin 10-cu pilləsində Björk, nömrə 9, Radiohead. Özümcə hitparat apardım. Hamı görür ki, mənim 2 dənə yolum var, ya xəstəxana, ya da ki efir. Hə, İslam Rzayevə müraciət Belədir də. Ya oralıqsa, ya buralıqsa. Yəni mənim simptomlarım onu göstərdi. İslam Rzayevə ən yaxın qohumu kimi müraciət elədi. İslam müəllim də Allah ona qəni rəhmət eləsin. Dedi ki, Arif, mən heç nə edə bilmərəm. Bunlar hamısı bacarıqla olan şeylərdir. Hə, dişimlə, dırnağımla mən necə gəlib düşmüşəm bu aləmə? Küçədən qapını döymüşəm. Demişəm ki, sizdə olar tamaşaçı kimi gəlim oturum. Hərdən orada iqtisadi ekspertlərə suallar verim. Bu liderdir. Abaydı.